Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Bəli, hal-hazırda gündəmdə olan və səs salan televiziya seriallarımızdan biridir. Emil Quliyevi mən çoxdan tanıyırdım. Biz onunla başqa bir iş üzərində də işləmək mərhələsində olmuşduq. Sadəcə bəzi səbəblərdən həmin iş alınmamışdı. Amma bu film çəkiləndən sonra hər ikimiz bu qənaətə gəldik ki, nə yaxşı ki, bu serial oldu, bu iş oldu. Məlumat bizə səhər tezdən daxil oldu, cənab prokuror. Dərhal hadisə yerinə gəldik. Gəmicilər xəbər verdi. Adım Anafdır. Belə burada gəmiçi işləyir, 56 yaşı var. Mən heç ona xeyirli olmamaq eləməmişəm. Sən yoldan keçmək olsun. Mənimsi ümumiyyətlə bildi yoxdur. Serialın bütün seriallarını özüm oxumamışdan əvvəl Emil demək olar ki, sujeti mənə danışdı və sujetdə mənim oynayacağım qəhrəman haqqında danışdı və bir xeyli fikir mübadiləsi elədik. Hardaydın? Hiç həyətə düşmüşdüm biraz, ürəyim sıxıldı. Nəfəs alıb qayıtıb gəldim. Sən istəyirsən gedib və yat dincəl. Mən səhərə qədər buradayım. Birinci mənə maraqlı gələn hadisələr oldu. Yəni bu serialda hansı hadisə qabaracaq və nə baş verir? Hamımızın bildiyi kimi 21-ci əsrin qlobal problemlərindən olan ailə institutunun deyək, ailə özəlliyinin deyək, dağılma təhlükəsi qarşısında olduğumuz bir dönəmdə yaşayırıq və burada baş verən hadisələr də birbaşa həmin o ailə köklərinə söykənmiş bir problem idi. Biraz uzaqdan gəlirdi, biraz kriminal sujeti idi, biraz gizli, həyəcanlı səhnələr var idi. Bu da ki, təbii tamaşaçını daha çox özünə cəlb eləmək üçün idi. Və məni məhz belə bir qadını, belə bir insanı oynamaq doğrudan maraqlı gəldi. Ki, yəni, mən bu vəziyyətdə olsaydım, mən nə edərdim? Təbii ki, mən bəlkə də başqa cür rəftar eləyərdim, amma bax, bu cür insan bu filmdə sən necə canlandırardın? İlqar mənim, keçin içəri. Ay bala, nə baş verir axı? Bizə bir söz deyil. Əgər lazım olsaydı, mən sizə məlumat verdim. Keçin içəri. Bizi evdən niyə çıxartdın? Köyxan. Nicar hardadır? Axı biz... Keçin də, keçin içəri. Narahat olmayın, işlər bitsin, mən gəlib sizə hamısını bircə danışacağım. Yaxşı, keçin içəri. Halbuki problemə problem kimi baxıb, problemdən qaçmaq yox, həmin problemin üstünə geçsək, bəlkə də çox rahat onu həll eləyə bilərik. Bax, bu sujetdəki bu çılpaqlıqlar, bu hadisələrin sivriliyi məni doğrudan çox maraqlandırdı və bir də mən həmişə seriallarımızda dəvətlər olub, mən həmişə rədd eləmişəm serialda çəkilməyi. Çünki mən Mədəniyyət İncəsənət Universitetinin aktyor sənətindən dərs deyirəm. Tələbələrə bu peşənin sirlərini, bu peşənin özəlliklərini öyrədirik. Sabah özümüz hansısa bir serialda gedib özümüzün dediklərini təkzib eləyib, ona zidd olan bir filmlərdə çəkilmək, mən bunu nə özümə, nə peşəmə sığışdırmıram. Ona görə, amma mən burada fikirləşdim ki, yox, bu belə olmayacaq. Yəni, bu səs salacaq, burada tam alqışlanmasa belə, ən azı fikir yarada biləcək bir sənət əsəri olacaq. Bax, qayıdıram sözümün əvvəlinə, həmişə vurğuladığım məsələ, bizim seriallarımızın, bizim filmlərimizin qlobal problemi sujetdir. Əgər normal sujet yazılarsa, canlı sujet yazılarsa, yəni hardansa götürülmüş, kimlər tərəfindənsə uydurulmuş sujet yox, həqiqətən canlı sujet yazılarsa və bir də rejissor, növbəti mərhələ artıq rejissor nə istədiyini bilirsə, təbii filmdən mən bunu nə maddiyyata yozuram, nə aktyor üzərində hegemonluğuna yozuram, qətiyyən. Rejissor olaraq nə istədiyini bilirsə, sonda çox gözəl sənət əsəri yaranır. Personaj olaraq könül mənfi personaj deyil. Gənclikdə, cavanlıqda səhvlər eləyib. Ən böyük səhvi övladı ilə olub.
Tanıdı məni. Yox. Mənim də internata göndərmək istədiyin küçük. Könlünün qızı. Yadıma gəlir könlə dediklərin? Hı? Sən gələndə bilsən necə məni çırpırdı? Mən bunu heç vaxt eləmərəm. Çünki genetik qəribə bir bağlılıq var. Bu bütün təbiətdə ağaclardan, otlardan, heyvanlardan, quşlardan, sudan fərqli olaraq insanlarda qəribə bir qoruyuculuq var. Baxın, vəhşi təbiətdə belə deyil. Heyvan zəif balasını ya özü öldürür, ya atıb çıxıb gedir. İnsanlarda bu instinktiv, xəstə olsa belə, nasaz olsa belə, hansısa bir pis duruma düşsə belə, həmən onu qorumaq instinkti var. Bax, bizi digər canlılardan fərqləndirən budur. Mən könül kimi eləməzdim heç vaxt. Miniraq deyək, əgər övladım bu və ya digər formada hansısa bir çətin vəziyyətə düşsə, tək övladım yox, bu tələbələrim də ola bilər, yaxın insanlar da ola bilər. İnsanı atmaq ən asan variantdır, ən asan yoldur. Ondan üz döndərmək, çevirib getmək mənə aid deyil demək. Amma çətin vəziyyətə düşən insana mümkün qədər, demirəm 100%, bu mümkünsüzdür 100%, mümkün qədər əl tuta bilmək, arxa ola bilmək, qorxma mən sənnənəm, qorxma yanındayam demək, hər şey yaxşı olacaq demək, həyat bunu ilə bitmir demək çox böyük gücdür. Amma könül bunu bacarmadı. Amma mən elə gəlir ki, mən bacararım. Əslində, əsərin adı Çilov idi. Məhz Çilov adası üçün yazılmışdı. Sonra indi rejissorun və müəllifin özlərinin qərarı ilə filmin adı dəyişdi. Mənim üçün bu film Çilov adası mənim üçün açıldı. Çox qorxuram. Özümüz fikirləşmədik bunu. Özümüz öz xoşumuzla girmədik bu yola. Özümüz fikirləşdik. Amma elə narahatam ki. Gecə səhərə qədər yata bilmirəm. Heç nədən narahat olma, heç nəyin də dərdini çəkmə. O adanın sakinləri ilə, orada yaşayan insanlarla hardasa bir 10-15 gün mən o adada yaşadım. Mənim üçün adada yaşamaq təcrübəsi oldu. Yəni heç bir quru ilə əlaqəsi yoxdur. Ümumiyyətlə Azərbaycanın belə bir adası olduğunu gördüm. Sakit. 1-2 maşın var orada. Ümumiyyətlə maşın yoxdur. Həmin o ada şəhər deyək. Çox sakitdir. Hətta deyim sizə, sivilizasiyadan biraz uzaqdır. Balaca evlərdir, dəniz dupdurudur, tərtəmizdir. Sahildə dayanırsan, o sükut sənin qulağına, həsrətində, şəhərdə həsrətində olduğumuz sükutun orada dadını çıxardırsan və yayın ən qızmar vaxtında adadasan, hər axşam çox sərindir. Elə qəribə bir hisslər idi ki, biz, yenə deyirəm, buna görə bir də Emilə təşəkkür edirəm ki, həmin filmi şəhərdə də elə bir məkan tapıb çəkə bilərdi. Amma məhz adada, orada yaşamaq həm də o filmin uğurlarından biri idi. Bir də mənim yadımda qalan həmin ada ilə bağlı bir şey adanın məscidi oldu. Adanın çox qəribə bir məscidi var idi. Məscidin qülləsi bir top gülləsi, raket kimi onu qoyublar tikilinin yanında. Kənardan minarə kimi görünür. Yaxına gələndə görürsən ki, elə bir ki, bir mərmidir, ya bir raketdir qoyublar. Və oradan hər səhər bütün azanlar verilir. Məscidin içi də var, yəni tikilisi var. Mənim yadımda ora qaldı.
baxmayaraq ki, belə xüsusi, belə tikilmiş bir şey deyildi. Amma mənə doğrudan belə toxunanda belə öz aurası, öz ovqatı olan bir məkan kimi gəldi. Və mənə elə gəlir ki, mənim yadımdan heç vaxt çıxmayacaq. Mən əslində serialın adının tilova keçməsini uğurlu variant sayıram. Yəni, tilov bəlkə də biraz adayla məhdudlaşacaqdı, məkanla məhdudlaşacaqdı. Tilovunsa çox fərqli açıqlamaları var. Çox fərqli açıqlamaları var. Ən azı balıq tilovundan tutmuş, ta tilova düşüb, o tilovdan qurtula bilməyən, əslində məna olaraq, etimologiya olaraq bir yerə gəlir. Mənə elə gəlir ki, uğurlu addır. Yəni, fərqli ad fikirləşməzdim. Tilov qalsaydı, bəlkə fikirləşməyəcəkdim. Amma tilov eşidəndə dedim, maraqlı. Məhz kriminal sujet üçün uğurlu addır. Alçaq nə pişirdim qurban. Oturmuşduq da gül kimi bax. Yaşayırdıq. Ayağın ağırdı da gələn kimi ada qarışdı bir-birinə. Sadəcə mənim müəllimimin bizə bir dəfə bir sözü olmuşdu. Mənim bəlkə də özümü tanıma yolumda bu söz mənə çox böyük dəstək oldu. Dedi, pis işlərlə məşğul olmaq çox asandır. Xoşgörülü olmaq çox çətindir. Hamını sevməyə cəhd eləmək. Hamını sevmək mümkün deyil. Amma içindəki xislətinin xoşgörü olması, hər şeyə xoş tərəfdən, yaxşı tərəfdən baxmağı özümüzdə sadəcə tərbiyə eləməyə çalışaq. Bacarmasaq belə çalışaq. Bu bizə bir addım öndə olmağa kömək eləyəcək. Bir-birimizi sevməyə sadəcə cəhd eləyək.